Bəzi beynəlxalq media qurumları Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı. Bunu Azərbaycan prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev 4-cü Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, forum fəaliyyətə başladığı gündən regionun aparıcı platformalarından birinə çevrilib. Şuşa Qlobal Media Forumunda süni intellekt mövzusu müzakirə olundu. O zaman süni intellektin ilkin mərhələsi idi və bəziləri üçün süni intellekt əsasında hazırlanmış çıxışları dinləmək sürpriz idi. Cəmi 2 il keçdikdən sonra süni intellekt artıq reallığımıza çevrilib. Sosial media ünsiyyət imkanlarını genişləndirsə də, eyni zamanda dezinformasiya və cəmiyyətdə manipulyasiyaların yayılmasının da sürətlənib. Rəqəmsal platformalar milyardlarla insana səs verib, lakin bu səs bəzən həqiqəti yalandan ayırmağı çətinləşdirir. Hacıyev bildirib ki, sülh artıq həm də məsuliyyətdən asılıdır. Qarabağ münaqişəsi beynəlxalq medianın da diqqət mərkəzində olub. Bəzi beynəlxalq media qurumları bizi bu münaqişədə günahkar qismində təqdim etməyə çalışırdılar. Bu da çox təəssüf doğurur. Qarabağ münaqişəsi haqqında danışarkən qeyd etmək lazımdır ki, biz sadəcə öz suverenliyimizi bərpa etmək istəyirdik və buna nail olduq. Lakin buna baxmayaraq beynəlxalq mediada bizə qarşı qərəzli yanaşmalar davam edirdi deyə Hacıyev qeyd edib.